Yetəri qədər hemoqlobinlə zəngin olmadığına görə öncə sadaladığım simptomlar bu xəstələrdə görülür. Daha sonra B12 vitaminin çatışmazlığına bağlı olaraq anemiya yarana bilər. B12 vitamini ya qidalar vasitəsilə alınması zəifləmişdir və yaxud da mədə xəstəlikləri zamanı önəmli dərəcədə B12 vitamin çatışmazlığına bağlı olaraq anemiya görülür. Çünki mədəmizdə xüsusi bir maddə var. Bu maddə B12 vitamininə birləşir və onu bağırsaqlardan sorulmasında kömək edir. Əgər mədəmizdə bir xəstəlik olarsa, həmin maddə düzgün şəkildə ifraz olunmazsa, bu zaman B12 vitamini qida ilə alsaq belə bağırsaqdan sorulması pozulduğuna görə bizim bədənimizdə B12 əksikliyinə bağlı olaraq uzun müddətli anemiya yarana bilər. Amma bu bir günə, 2 günə yaranan bir durum deyil. Uzun illər lazımdır ki, bədəndəki B12 vitamini depoları boşalsın və anemiya yaransın. Bu zaman isə qanda iri qan hüceyrələri yaranır, amma bu qan hüceyrələri yenə